Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərimiz. Psixoloqunuz mən Aygül Məlikova, Logosla danışır psixoloq verilişindən bu gün də sizi salamlayıram. Mənim bugünkü qonağım Logos Psixoloji və İnkişaf Mərkəzinin Gənclik filialının psixoloqu Nuranə Ağazadədir və Nuranə xanımla biz bugün verilişdə sizlər üçün hansı əlamətlər uşaqların inkişafının yaşına uyğun irəliləmədiyini göstərir, bununla bağlı danışacağıq. Əgər suallarınız yaranarsa şərh bölməsinə suallarınızı yönləndirə bilərsiniz. Suallarınıza bir-bir cavablar veriləcək. Salam Nuranə xanım, xoş gəlmisiniz. Necəsiz? Xoş gördük Aygül xanım. Təşəkkür edirəm. Siz necəsiz? Çox sağ olun, təşəkkür edirəm. Mən də yaxşıyam. Xoşdur. Təşəkkür edirəm. Bir mövzunu müzakirə etmək. Bəli, bugünkü mövzumuz uşaqların yaş dövrlərində olan normal göstəriciləridir. Bu yaxınlarda bir valideynin müraciət etdi. Övladının 3 yaşı var və 3 yaşında göstəricilərin normal olmadığını 3 yaşında bilib, hətta bunu özü yox, ətrafdakılar tərəfindən bildirilib və ona görə də bu mövzuya toxunmuşam ki, hal-hazırda ana olmağa hazırlaşanda yaxud da ki, ana olan valideynlərimiz bizi izləyirsə, mütləq bir qələm dəftər alıb mənim dediyim yaş göstəricilərinə aid normativlər üçün özləri qeyd etsinlər və uşaqlarını yoxlasınlar. İstəyir 0 ayından başlayıb 6 yaşına qədər normativləri yoxlaya bilərlər. Gəlin başlayaq yeni doğulmuşlardan. Yeni doğulmuş uşaqlarda müşahidə olunan reflekslər da ana bətnindən başlayır. Uşaqlar ağızlarıyla nəyisə axtarırlar, nəyəsə dəyən kimi tutmağa başlayırlar və Babinski refleksi ilə isə biz uşaqların sinirlərini yoxlaya bilirik. Məsələn, əlimizi uşaqların ayaq barmaqlarının altına sürtdükdə uşaqlar ayaq barmaqlarını yığır, yan tərəfinə sürtdükdə isə ayaq barmaqlarını açırlar. Bu reflekslərin olması normaldır. Bundan əvvəl uşaqlarda Moro refleksi, yəni həkim uşağı arxası üstə uzadanda uşaq əllərini açır və titrətməyə başlayır. Bu refleksin olması da normaldır. Tonik boyun refleksi zamanı isə biz uşağı bir istiqamətdə çeviririk. Həmin istiqamətdə olan zaman əl və ayaqlarını açır, digər tərəfdə olan əl və ayaqlarını isə yığır. Bu refleksin olması da normaldır. Moro və tonik boyun refleksi uşaqlarda 4 ayından itməyə başlayır. Babinski refleksi isə 1 yaşından itməyə başlayır. Bu refleksin itməyi də uşaqların gəzməsinə səbəb olur. Bəs gəlin baxaq görək 0 ayından 6 yaşına qədər hansı normativlər olmalıdır ki, biz uşağımızın inkişafının sağlam olmasını izləyə bilək. 0-4 həftə arası nələr baş verir? Bu reflekslərlə yanaşı uşaqlarda səslər formalaşır, qığıldamalara, ıq kimi səslər çıxartmağa başlayırlar və səsləri bir-birindən ayırd edə bilirlər. Şirin və turşu bir-birindən ayırd edə bilirlər. Turş, limon falan sürtdükdə uşaqlar üz mimikalarıyla bunu bizə bildirirlər. Arxası üzü üstə uzatdıqda sürünmə kimi hərəkətlər eləməyə çalışırlar. Başını sağ və sola çevirməyə çalışırlar. Yüksək səslərə, zəng səslərə reaksiyalar verirlər. Hətta nəyisə biz bərk atanda onlarda bir diksinmələr də baş verir. Bundan əlavə əsassız gülümsəmələr yaranır və qucağa alındıqda sakitləşirlər. Bəs 4 həftə və sonrası nələr baş verir? 4 həftə sonra uşaqlar artıq əllərini yumruq şəklində tuta bilirlər və uşaqlarda spontan gülümsəmələr yaranır və hətta uşaqlar başlarını da bir neçə saniyə dik saxlaya bilirlər. Bəs 16 həftə və sonrası nələr baş verir? 16 həftə və sonrası uşaqlar artıq başlarını dik saxlaya bilirlər. Bəs 28 həftədə artıq uşaqlar müəyyən istiqamətdə otura bilirlər. Tam oturma şəkli vəziyyəti almasalar da 4 ayında yarı oturaq şəkildə, hətta bizə onu pediatrlar da belə məsləhət görür ki, 4 ay sonra uşaqları biz yarı oturaq vəziyyətdə saxlaya bilərik və uşaqlarda öz gülümsəmələr baş verir, analarının səslərinə reaksiya verirlər. İlk olaraq analarına gülümsəyirlər. 7 ayda isə, yəni 50-40 həftədə isə uşaqlarda yavaş-yavaş başlayır artıq sərbəst şəkildə oturmalar. Oturduğu yerdə hər hansı bir tutub biraz da olsa durmalar və biz uşağı ayaq üstə dirəşdirib saxlayan zaman əl qolu ilə çırpınmalar göstərməyə başlayır və hətta uşaq bir əli ilə öz oyuncağını tuta bilir. 10 ayda isə uşaqlar artıq rahat şəkildə oturur, iməkləyir, sürünür, hətta 2 oyuncağı, 2 əşyanı bir-biri ilə birləşdirməyə başlayırlar və öz peçenyesini, meyvəsini özü yeyə bilir, öz butulkasını özü tutur və özünü güzgüdə görən zamanı narahat olur və belə deyə
Türkiyədə çağalıq dövründə valideynlər ən çox diqqət etməlidirlər. Uşaqlarının fiziki inkişafları da necə irəliləyir? Yəni əslində uşaq dünyaya gəldi, yeməyini yeyirmi, suyunu yedimi, ağladımı, toxdumu, acdımı və yaxud da ki, suyunu içdi, qalsın bir kənarda. Bu olmamalıdır. Uşaqların fiziki inkişafı da zehni inkişaflarını dəstəkləyən faktorlar sırasındadır. Bəs yaxşı, körpəlik dövründə nəyə diqqət etməlidirlər? Körpəlik dövründə əsas 1 yaş 3 ay arası biz nələrə diqqət yetirməliyik? 1 yaş 1 aydan artıq biz uşağımızı əlindən tutub gəzdirə bilərik. Bir neçə saniyə də olsa uşaq tək ayağı üstə qala bilirmi? 1 yaş birəndə uşaqlar yeniliyə meylli olurlar və hətta anaları onları geyindirən zamanı əli ilə, qolları ilə analara köməklik göstərirlər. 1 yaş 3 ayında isə uşaqlar yavaş-yavaş yeriməyə başlayır, səndələyərək yeriyirlər, tez-tez yıxılırlar, pilləkənlərə çıxmağa cəhd göstərirlər. Hətta oyun oynayan zaman öz əşyalarını ata bilirlər və yavaş-yavaş başlayırlar səslərlə, işarət barmağının öz istədiklərini bizdən almağa. 1 yaş 5 ayında isə biz həm nitq inkişafına toxunaq yavaş-yavaş 18 ayında söz bazası 150-yə qədər olmalıdır. Sadəcə bunlardan 20-si aktiv söz bazası olmalıdır. Məsələn, biz Peabody testi ilə uşaqların nitqi anlamasını, qavramasını yoxladığımız zamanı mamadan uşağın nə qədər söz bazası var soruşanda 10 saniyədə bizə 20 sözü sadalaya bilməlidir. Əgər uşağın 18 ayında 20 söz bazası varsa, onun nitq inkişafının normal göstəricisidir. Bir müdaxilə eləmək istəyirəm. Peabody testini mən çox bəyənirəm. Ona görə çox bəyənirəm mən Peabody testini ki, burada yalnız uşağın nitq inkişafını anadan aldıqları informasiya ilə dəyərləndirmirlər. Eyni zamanda uşağın yetişdiyi mühit də burada çox önəmli rol oynayır. Məsələn, bina evindəmi yaşayır, həyət evindəmi yaşayır, şəhərdəmi yaşayır, kənddəmi yaşayır, qaldığı ev məsələn normal bir bina evidirmi, həyət evidirmi, gecə qondudumu? Bütün artıq bu alternativlərin hər biri, çünki uşağın sosial həyatına da, sosial zəkasına da olduqca təsir eləyir bu məqamlar. Hətta orada məsələn uşaqlar tez-tez mama ata kiraya qalırsa, tez-tez evlərini dəyişirlərsə, uşaq növbəti evə köçür. Uşaqlara adaptasiya olanda nitqi artıq yaşayış mühiti də uşağın inkişafına təsir göstərir və 18 ayda fiziki inkişafa gəldikdə isə uşaqlar artıq koordinasiyalı yeriyir, çox nadir hallarda yıxılır. Əlindən tutduğumuz zaman pilləkənləri sərbəst çıxıb düşə bilir. Artıq yavaş-yavaş sərbəst davranışlar göstərir. Yeməyini özü yeyir, sadəcə dağıdaraq, hər hansı bir əlinə qələm alıb ətrafı qaralamağa başlayır. Hətta oyuncaqda bir ip bağlayaraq oyuncağını darta bilir, istifadə edə bilir. 3-4 kubikdən ibarət güllələr qura bilir. 1 yaş, 2 yaşında isə artıq uşaqların daha da istəyir kiçik motor bacarıqlarında, istəyir böyük motor bacarıqlarında çox böyük irəliləyişlər baş verir. Sərbəst yeriyir, qaçır, yıxılmadan qaça bilir, hətta pilləkənləri sərbəst şəkildə çıxıb düşə bilir. Sərbəst hərəkətlər, özü yemək, geyinmə, soyunma, öz adını bilmə, özünü öz adı ilə çağırmaq, anasının və digər ailə üzvlərinin hərəkətini təqlid eləmə, qarşılıqlı oyunlara qoşulma. Məsələn, topu atırıqsa, o da bizə qarşılıqlı verib topu bizə qaytara bilir. 3 yaşında isə artıq 3 təkərli velosiped sürə bilirlər. Burada da daha kiçik motor bacarıqları, analiz etmə bacarıqları, eyniləşdirmə bacarıqları formalaşır. Uşaqlar öz ayaqqabılarını çıxarda bilirlər, öz inkişafına uyğun normativləri özləri yerinə yetirmək qabiliyyətinə, hətta nitq bazası da bizi hər hansı bir mövzunu bizə öz tərzində başa sala biləcəyi səviyyəyə gəlib çatır. 4 yaşında isə bu sərbəst davranışlar daha da irəli gedir. Uşaqlar dişlərini fırçalamaq, əl-üzünü yumaq, qurulamaq, öz paltarını geyinib çıxartmaq, ayaqqabısını soyunub geyinmək bacarıqları formalaşır. Hətta 4 yaşında 5-8 saniyə tək ayağı üstə dura bilirlər. Pilləkənləri də tutmadan sərbəst çıxıb düşə bilirlər. 5 yaşında isə uşaqlar artıq öz sfinkterlarını, böyük bayırlarını idarə edə bilirlər. Kiçik bayırını idarə etməsi 2 yaş 6 ayında uşaqlarda tam formalaşmalıdır, tam bu bacarığa yiyələnməlidirlər. Bəs qısa, çünki vaxtımız artıq az qalıb bitiririk. 6 yaşına qədər olan uşaqlarda hansı ən önəmli 5 əlaməti saya bilərsiniz ki, 5-dən də çox ola bilər bu arada. Hansı əsas 5 əlaməti saya bilərsiniz ki, bu əlamətlər əgər uşağınızda varsa, inkişafından narahat olmalısınız?
başlayaq biz çağalıq dövründən. Əgər göz kontaktı normal deyilsə, məsələn, bizim ona Bəs 6 yaşına qədər olan uşaqlarda 6 yaşına qədər söz bazasına, nitq inkişafına mütləq fikir verməliyik. Hətta aşağı yaşlarda səsləri təqlid eləyirmi, iki sözlü cümlələr qurulmu, sonrakı yaş dövrlərində nitqi bizə nəyisə başa salacaq səviyyədədirmi, fiziki inkişaf olaraq qələmdən istifadə edə bilirmi və öz adını məsələn 6 yaşa gələndə hərfləri tanıyırmı, öz adını bizə kopyalaya bilirmi, insan rəsmini öz geyimləri ilə bizə çatdıra bilirmi, oradakı əlamətləri bizə deyə bilirmi, analiz etmə bacarıqları, eyniləşdirmə bacarıqları, məntiqi təfəkkürü, riyazi qavramı necədir? Bunlara diqqət yetirməliyik. Çünki 6 yaş artıq məktəb dönəmidir və məktəbə hazırlıq dönəmində riyazi, məntiqi təfəkkürə aid olan materialları uşaqlar yəni gözüyumlu eləməyə başlamalıdırlar. Çox sağ olun Nurayna xanım, təşəkkür edirəm. Çox maraqlı mövzuya toxunmusunuz və bu gün yaxşı ki siz qonaq oldunuz və düşünürəm ki, tamaşaçılarımız üçün də olduqca verimli bir proqram oldu bu. Dəyərli izləyicilərimiz, Nurayna xanım Logos Psixoloji və Nitq İnkişaf Mərkəzinin Gənclik filialının psixoloqu olaraq fəaliyyət göstərir. Əgər övladınızın problemindən narahatsınızsa və sırf Nurayna xanımın dəyərləndirməsini istəyirsinizsə, Logos Psixoloji və Nitq İnkişaf Mərkəzinin Gənclik filialına müraciət edə bilərsiniz. Bəs necə müraciət edək, harda müraciət edək deyə suallarınız yaranırsa, təbii ki, aşağıda qeyd olunan əlaqə nömrəsinə zəng eləyə bilərsiniz, ünvanlara yaxınlaşa bilərsiniz, öncədən qəbula yazılaraq mərkəzlərə müraciət edə bilərsiniz və düşünün ki, əgər övladınızın hər hansı bir problemi var və özünüzü çıxılmaz vəziyyətdə olduğunuzu düşünürsünüzsə, bu zaman Logos Psixoloji və Nitq Mərkəzinin bütün filialları sizin dəstəyinizdədir, sizin yanınızdadır və müraciət edərək narahatçılıqlarınızı, şübhələrinizi, ehtimallarınızı tamamilə sıfırlaya bilərsiniz. Unutmayın, yalnız peşəkarların sizə verdiyi dəstək sizi daha sağlam bir ruha gətirə bilər. Növbəti görüşlərə qədər özünüzə və sağlamlığınıza yaxşı baxın. Hələlik.